Xanımlar və cənablar, Durbaj 15 Quşxana artıq mini sinemada. Vay az qala yadımdan çıxmışdı. Deməli kimsənin ağacda yaşayıb yerdən danışan böyüyünü istəyib çay stəkanı dükkanda satan satsız qohumunun əmisi oğlunu. Ancaq bu peysər mənə göt dedi. Xəbəriniz var ki müəllim siz osturaq balonuna oxşuyorsunuz. Sənin ananı sikib tualetdə qayıracağım. Bu sikirə. Sizə qurban olum qəhbələr. Nəsə elə bilir rənglə götümü dağıtmaq istəsin, hə? Arada olur, seksdə padla yox. Durmu? Birim mahvir eşkime demeyin. Ne oldu ya sen mi bayaktan Allah kahretsin tuttuğun kız? Bomba şeydi, ayala şeydi. Amcı karısını ayırdı, hiç onu tez kayırdı. Bu tür şansı peyserindi. İşin dol kadın al, işin dol. Ben 5 yıllık kredi veririm. Yine geldi Allah. Bacının WhatsApp'ı var. Bu sihtir tahtası her şeyi halleleyecek 3 dakika. Belə də olsa peysərsən. Vay ağzınız üzünüzü bəziyməzsiz. Vay götünə komment yazım, nə qəşək yerdə bura. Bu zat peysərini deşib səni protest çaldıracaq. Sənə bacım, sağ ol devsi kimi yalamaq lazım deyil. Heç çaldırmaq da istəmirəm sizi. Çox sağ olun. Kuş oldu, kuş götünü sikim. Ətraflı məlumat üçün durbaj.com saytına daxil olun.